Gəlin 206-cı məsələyə baxaq. Dağın ətəyində təzyiq. Bunu gəlin təsvir etməklə yazaq. Dağdır. Ətəyində təzyiq 760 mm-dir. Zirvəsində 260 mm-dir. Həmin dağın ətəyində havanın temperaturu müsbət 24 dərəcə Selsidir. Yəni ətəyə gedək. Müsbət 24. Zirvədəki temperaturu hesablayın. Zirvəni hesablayaraq. Zirvədəki temperaturu hesablamaqdan ötürü ilk öncə məlum olan tərəflə işləyirik. Yəni bizə məlum olan tərəf hal-hazırda təzyiq yazdığım hissədir. Yəni bu hissədir. Burada olan fərqi tapmaqla davam edə bilərik. Təzyiq fərqi 760-dan 260-ı çıxırıq. Edir 500 millimetr civestunu. Və bunu metrə çevirmək üçün biz bilirdik ki 10 metrə 1 millimetr civestunu təzyiq dəyişir. Arada oldu 500 millimetr civestunu. Millimetri millimetrin altından yazırıq. 500 millimetr civestunu. Bunu da x metr. X də buradan bərabərdir. 500'ü 10'a vurub 1'ə bölürük. Yəni 5000 metr edər. Demək ki, dağın ətəyi ilə zirvəsi arasında 5000 metr məsafə vardır. Bu 5000 metrə də nə qədər temperatur dəyişdiyini gəlin hesablayaq. Qanuna uyğunluğa əsasən 1000 metr yuxarı qalxdıqca 6 dərəcə Selsi temperatur enir. Bəs 5000 metr qalxsaq nə qədər enər? Buradan da bunu tapsaq 5000'i vuraram 6'ya. Bölərəm 1000'ə. Bu vurmadı uşaqlar. Yəni nöqtə kimi düşdü. Bu da edər 30 dərəcə. Demək ki, zirvə ilə ətək arasında 30 dərəcə Selsi temperatur fərqi var. Temperatur fərqi də deyərkən zirvəyə qalxdıqca bilirik ki, temperatur nə olur? Aşağı düşür. Demək ki, 24 dərəcə Selsidən 30 dərəcə Selsini çıxmalıyam. Bu da edər -6.